Salam, bu gün sizinlə növbəti sınaq imtahanında istifadə olunan sualların video izahını bölüşəcəm. Birinci sualda deyilir ki, 89,6 litr astilinin hidratlaşmasından 50% sıxımlı neçə qram sirkə əldə almaq olar? Astilinin hidratlaşması reaksiyasını yazmalıyıq ilk öncə. Deməli, C2, H2 üzərinə gəlirik su. Deməli, buradan əmələ gələcək ə, CH3, CHO, yəni sirkə əldə və burada bütün əmsallar 1 olaraq qalacaq. 89,6 litr asitlərin hidratlaşmasından birinci tapmalıyıq ki, nə qədər sirkə əldə əmələ gəlir. Biz görürük ki, 1 mol və yaxud da litrinə yazıram. 22,4 litr asitilin reaksiyaya daxil olduğu zaman elə 22,4 litr sirkə əldə əmələ gəlirsə, bunun 89,6 litrindən də yenə də 89,6 litr sirkə əldə əmələ gəlmiş olacaq. Əgər 89,6 litr ikinci bir tənasübü qururam, 100%dirsə, bizə məsələnin şərtində 50%lik praktiki çıxım verib, neçə litr, x litr 50% olacaq. Buradan da x-in qiymətini tapdığımız zaman x bərabərdir 44,8 litr. 44,8 litr bərabərdir 2 moldur. Sirkə əldə edilinin 1 molunun kütləsi hesablasaq, deməli 24, 28, 44 olmalıdır. 44 qramdırsa əgər, onda 2 molunun kütləsi nə qədər olacaq? X qram. Buradan da x bərabərdir 88 qram olmuş olacaq. Doğru cavab Y variantı. Verilmiş birləşmə, deməli, burada verilən birləşmə etilen glikoldur və 2 atomlu spirtdir. Çünki 2 OH qrupu var bunda. Doğru cavab 2, 3Y variantı burada da. X-i müəyyən edin deyilir. Doymuş aldehidin molyar kütləsi M-dir. Aldehidin oksidləşməsindən alınan doymuş bir əsaslı karbon turşusunun molyar kütləsini istəyir. Mən bu məsələləri ümumi formulundan yazmağa çalışacağım. CnH 2n plus 1 aldehidlərin ümumi formulunu ilk öncə yazırıq. CHO oksidləşdiyi zaman əmələ gətirəcək yenə də CN H 2n plus 1 COH qrupun COH-ı. Yəni aldehidlər oksidləşib karbon turşularını əmələ gətirir. Və baxdığımız zaman görürük ki, burada fərq təkcə bir dənə oksigendir. Digər bütün atom sayları aldehidlərdə olduğu kimidir. Yəni ümumiyyətlə aldehidlər oksidləşdiyi zaman öz kütləsi 16 qram artır və karbon turşusunu əmələ gətirir. Əgər burada da aldehidin kütləsi m qramdırsa, onda m plus 16 qramda əmələ gələn karbon turşusunun kütləsi olmuş olacaq. Metanolun mis oksidlə oksidləşməsindən X maddəsi, mis və su əmələ gəlir. Metanol formulunu yenə də yazacağıq. CH3OH oksidləşdiyi zaman əmələ gətirir, deməli, HCOH, yəni qarışıq aldehidini əmələ gətirmiş olacaq. Burada karbonun kütlə failini tapmaq tələb olunur. Qarışıq aldehidinin ümumi kütləsi deməli 12, 16, 28, 30-dur. Məxrəcdə də yazılacaq. Deməli 12 bölünsün 30. Bunu da vuracağıq 100-ə. Deməli buradan da cavab çıxacaq 5-də 2 və yaxud da 40%.
Hansı qazların normal şəraitdə sıxlığı müxtəlifdir dediyi zaman burada artıq qazların nisbi molekul kütləsinə baxırıq. Yəni kütlələrinə görə fərqlənən qazları tapacağıq. A variantında N2 28-dir, C2H4 də 28-dir nisbi molekul kütləsi. B variantında deməli CH2O 30'dur. C2H6 da 30'dur. CO 28, C2H4 28'dir. CO2 44, C3H8 o da 44'tür. NO 14, 16, 30, C2H4 ise 28'dir. Bu NO 30'lu kütləsi, nisbi molekul kütləsi, amma C2H4'ün nisbi molekul kütləsi isə 28'dir. Müxtəlif olduğuna görə kütlələr sıxlıqları da müxtəlif olacaq. Üzüm maddələri göstərin deyir. Üzüm maddələr olan sıra Y variantıdır. A variantında karbonat turşusu qeyri-üzvü maddədir. Amonyak qeyri-üzvü maddədir. Ümumiyyətlə B variantı hamısı qeyri-üzvü maddədir. D variantında da deməli amonium karbonat qeyri-üzvü maddədir. Doymuş bir əsaslı karbon turşusu doymuş bir atomlu spirt. Molyar kütlələri eyni dəmirlə gələn mürəkkəb efirin kütləsi. Yəni də ümumi formullarını yazacağıq. Doymuş bir əsaslı karbon turşularının ümumi formulu CnH 2n plus 1 COH doymuş bir atomlu spirtin ümumi formulu CnH 2n plus 1 OH şəklində yazılır. Deməli, ümumiyyətlə karbon turşularının nisbi molekul kütləsi 14n plus deməli 32, 14, 46 şəkildə 14n yazılmalıydı burada. 14n. Spirtlərdə də olacaq 14n plus 16 bir 16 102 18 olmuş olacaq. Ümumiyyətlə spirtlərlə karbon turşularının doymuş bir atomlu spirtlərlə doymuş bir əsaslı karbon turşularının kütlələri arasındakı fərq 46-18 bərabərdir 32-yə bərabərdir. 32 yox, daha doğrusu 28-ə bərabərdir. 28-ə bərabər nə deməkdir? Ümumiyyətlə, üzvü birləşmələr bir-birindən CH2 qrupu qədər fərqlənirsə əgər, yəni burada 2 CH2 qrupu var. Karbon turşusuyla spirt arasında 2 CH2 qrupu qədər fərq var. Məsəl üçün, mən nümunə üçün götürürəm burada HCOO H götürürəm karbon turşusunu. Bir də spirti götürürəm CH, C3 H7 OH. Görə düz gəlirmi? Deməli, əgər kütlələri eyni olmalıdırsa 32 plus 14 46 bu karbon turşusunun kütləsidir. 46 spirtin kütləsi deməli C3 36 o da 16 52 o da 8 uzun bir ədəd alınır 60 alınır. Ona görə də burada bir CH3 qrupu olmalıdır belə çıxır ki. Bir CH3 qrupu da olmalıdır burada. CH3 COH olduğu zaman burada kütlə 60 olacaq. Spirtin kütləsi də 60 olmuş olacaq. Burada nəyi bizdən tələb edir? X-i müəyyən edin deyir. Mürəkkəb efirin kütləsi mürəkkəb efiri soruşmuşuz. Bu hesablamalara ehtiyac yoxdur burada ümumiyyətlə. Təkcə nəyə ehtiyac var burada? Spirtlə, doymuş bir atomlu spirtlə doymuş bir əsaslı karbon turşusu reaksiyaya daxil olduğu zaman 1 mol su ayrılır. Yəni, kütlələrini toplayırıq və ondan 1 mol suyun kütləsini çıxırıq. Yəni, 2-18 olmuş olacaq. Yəni, o da hesablamağa ehtiyac yox idi orada. Mən sualı yanlış anladım. Daha sonra 8-ci sual. CnH2n plus 2O tərkibli birləşmənin 2 molunun kütləsi 120 qram olarsa eni hesablayın. 2 molunun kütləsi əgər 120 qramdırsa, onda 1 molunun kütləsi
nə qədərdir? 1 molun kütləsi də 60 olmuş olacaq. Onda yazıram ki, 14 plus 18 bərabərdir 60. 14 bərabərdir 42. N də bərabərdir 3. N-in qiymətini soruşur. N də bərabərdir 3 olmuş olacaq. 9-cu sual. Hansı maddə adi şəraitdə bromlu suyu rəngsizləşdirir? Bromlu suyu rəngsizləşdirirsə, həmin maddənin tərkibində pi rabitəsi olmalıdır. Burada doğru cavab A variantıdır. B variantı niyə olmur? Çünki benzol ə, rəngsizləşdirmir. Bromlu suyu və kalium permanganat məhlulunu rəngsizləşdirmir. Hansı reaksiyadan su əmələ gəlmir deyirsə, A variantıdır. Çünki alkoqol yadlarının əmələ gəlməsində hidrogen ayrılırdı, amma su ayrılmırdı. Karbon turşusu və spirtin reaksiyasından mürəkkəb efir əmələ gəlir, orada su ayrılır. Qarışqa turşusunun molekul daxili dehidratlaşmasından su ayrılır, CO plus su alınır. Karbohidrogenlər yanında su və karbon qazı alınır. C2H5OH etil spirti Lebedev reaksiyasına daxil olduğu zaman həm molekul daxili dehidrogenləşmə, həm də molekul daxili dehidratlaşma baş verir. Sirkə turşusu üçün doğrudur. Sirkə turşusunun formulunu yazaq. CH3 COOH. Suda məhlul lakmusun rəngi dəyişir. Bəli, turşu olduğu üçün lakmus qırmızı rəngə boyanacaq. Molekulunda 3 yox, 2 oksigen atomu var. 2 yanlışdır. Spirtlərlə reaksiya daxil olub mürəkkəb efir əmələ gətirir. Yəni 3 doğrudur. Mislə reaksiya daxil olmur, yox, daxil olmur, olur deyir, yanlışdır, olmur əslində. Xlorla reaksiya daxil olmur, yox, daxil olur. Doğru cavab burada 1-3 Y variantı olmuş olacaq. Deməli, karbon qazının amonyakla reaksiyasından əmələ gəlir CONH2 karbamid gübrəsi. Doymuş bir atomlu spirt doymuş prosesli karbon turşusundan alınan X-i müəyyən edin. Mürəkkəb efir molekulunda metil qruplarının sayı, karbon atomlarının sayı minimumdur. Metil qruplarının sayı minimumdursa, ən birinci yazıram ki, çünki istənilən halda biz bilirik ki, mürəkkəb efirin tərkibində CO qrupu var. CO var. Və spirt minimum CH3 ola bilər. Metil qruplarının sayı minimumdursa, minimum şəkildə, yəni metil qruplarının sayı 2 veribsə əgər, onda belə yazaq bunu. Deməli, CH3 dəqiqə. CH3 COCH3 şəklində yaza bilərik bunu. CH3 COH. Bir dəqiqə, yenidən baxaq suala. Metil qruplarının sayı 2 olmalıdır. 2-dir bizdə. CH3 COH və CH3 OH reaksiyaya daxil olur. Bizdə metil asetatı əmələ gətirəcək. Metil asetat cavabı var, yəni. Mən nəyi axtarıram? Metil asetat olacaq doğru cavab. Karbon atomlarının sayı da minimum 3 ola bilər. Biz spirtin tərkibində onsuz da bir dənə bir karbon əlavə etməliyik. Onda digər onda metil qrupu yəni əlavə etməliyik. Bu hissə spirtdir, daha doğrusu mürəkkəb efirin tərkibində. Bu hissə spirtdir. Bir də bu oksigen. Bu oksigen də spirtdir. Digərləri isə karbon turşusundan gəlir. Doğru cavab burada D variantı. Hidroksil qrupları qonşu karbon atomlarında olan 2 atomlu spirtin 15,2 qramı maksimum 0,4 mol natrium ilə reaksiyaya daxil olur. Spirti müəyyən edin. 2 atomlu spirtlərin yadda saxlamaq lazımdır ki, 1 molu, bu qaydadır həmişə, 1 molu 2 mol natrium ilə reaksiyaya daxil olur. Onda 15,6 qram, 15,2 daha doğrusu qramla tənasübü düzəldəcəm, tənasübü yanlışdır hal-hazırda. 0,4 mol natrium. Burada x qram yazıram. Bəli.
0,4 mol natriumla əgər 15,2 qram spirt reaksiyaya daxil olursa, onda 2 molu ilə nə qədər daxil olar? Burada tapacağımız x qram spirtin 1 molunun kütləsini bizə verəcək. X də bərabər olacaq, deməli 76 qrama. 2 atomlu karbon turşularının ümumi formulunu yazanda yazırıq ki, CnH deməli 2n plus 2O2. Yəni 14n plus 34 bərabərdir 76. 14n bərabərdir 42. N bərabərdir 3-ə. N 3 o deməkdir ki, onun tərkibində 3 karbon atomu var və əgər o hidroksil qrupları qonşu karbon atomlarındadırsa, propandiol 1-2 olacaq. Propandiol 1-3 ola bilməz, çünki qonşu karbon atomlarında olmur. Hidroksil qrupları qonşu karbon atomlarında olmur. Okay. Deməli, 15-ci sualda nə deyilir? Hansı reaksiyalarda X maddəsi turşudur? Mürəkkəb efir əmələ gəlir burada. Spirtdən mürəkkəb efir əmələ gəlirsə, X maddəsi 100% turşudur. Karbon turşusunun duzun üzərinə qat-sulfat turşusu gəldiyimiz zaman, deməli, burada karbon turşusunun özü alınacaq. 2 də turşudur. Spirt oksidləşdiyi zaman aldehid əmələ gəlir, karbon turşusu əmələ gəlmir. Doğru cavab 1, 2. Okay. 16-cı sualda. Qarışqa turşusu, qat-sulfat turşusunun iştirakı ilə molekul daxili dehidratlaşması baş verir. Onda da karbon monoksid, yəni CO əmələ gəlir. O da C və E variantlarındadır. Deməli, CO metil spirti ilə reaksiyaya daxil olub CH3COH əmələ gətirəcək. CH3COH, yəni sirkə turşusunu. Sirkə turşusu da P2O5, yəni fosfor 5 oksid iştirakında dehidratlaşıb. Deməli, sirkə bir dəqiqə. Sirkə anhidridini əmələ gətirəcək. Bəli, sirkə anhidridini əmələ gətirəcək. Doğru cavab C variantı. Deməli, 17-ci sual hansı ifadələr doğrudur deyilir. C6H5OH, yəni burada fenol verilib. Fenol karbol turşusu adlanır. Doğrudur. Molekulunda 5 ədəd 2 karbon atomu var, yox. Yəni yanlışdır, 6 ədəddir. Etilbenzolun oksidləşməsindən alınmır. Yanlışdır. Antiseptik xassəyə malikdir. Doğrudur. Doğru cavab deməli 1, 3 olacaq. Mürəkkəb efirin beynəlxalq nomenklatura ilə adını müəyyən edin. Bir əsaslı, doymuş bir əsaslı karbon turşusu, doymuş bir atomlu spirt. Yəni ümumi formullarını yazıb məsələni həll etməyə çalışaq. Karbon turşularının ümumi formulu CnH 2n plus 1 COOH. Doymuş bir atomlu spirtlərin ümumi formulu CnH 2n plus 1 OH. Deməli, burada nə qaldı ki? Düzdür. Reaksiyadan alınan mürəkkəb efir molekulunda karbonun kütləsinin oksigenin kütləsinə olan nisbəti. Əmələ gələn mürəkkəb efirin formulu da bu şəkildə olacaq. Onu da yazıram. Bunların qarşılıqlı təsirindən. Cn deməli H 2n plus 1. Bir də plus, bu da dəqiq olsun, çünki H2O. H2O əmələ gələcək, su əmələ gələcək. Bu mürəkkəb efirdir. Mürəkkəb efirin tərkibində həmişə 2 oksigen atomu olur, yəni 32 qram oksigen atomu olur. Əgər karbonun kütləsinin oksigen kütləsinə olan nisbəti 9
böl 8 kimidirsə, ya belə yazaq. 9 qram əgər karbona 8 qram oksigen deməli düşürsə, bizə lazım olan karbon kütləsi X-dir. 32 qram oksigen. Niyə 32 qram? Çünki mürəkkəb epirin tərkibində 32 qram oksigen olur istənilən halda. Buradan da X-i tapırıq. X bərabərdir 36 qram. 36 qram bizdə karbon var. Yəni 3 karbon atomu. 3 karbon atomu var bizdə. Mürəkkəb efirin tərkibində 3 karbon atomu var. Onun biri karboksil qrupunun tərkibindədir. Digərləri isə ya spirtlə radikalın içərisində olacaq. Karbon turşusundan gələn radikalın içərisində olacaq. İndi bunun kütlələrini tapmaq tələb olunur bizdən. Yenə də formulunu yazıram. Bu reaksiyanı silirəm. Bunları da silirəm. Deməli, yazırıq ki, CH3 ümumiyyətlə bunun formulunu da yazmaq olar əslində. Mən qısaca yazıram ki, CH3 CH3 COH bir yanda axırına CH3 qrupunu əlavə edirik, spirtdən gələn hissə. Bura baxdığımız zaman, yəni sirkə turşusunun kütləsi deməli bunun ümumi formulunu da yazmaq olar əslində. CN əvvəlinə qaytarım, əvvəldəki formullardan istifadə edeyim. Okay. Deməli, kütlələr eyni olmalıdır. Mən karbon turşusunun ümumi formulundan çıxan kütləni yazıram. 14N plus 46. Burada da yazırıq ki, 14N plus 18. Kütlə fərqi, bundan öncə bir məsələdə də dedik, karbon turşuları ilə spirtlər arasında deməli 28 qram fərq eləyir. 28 qram fərq olur. 14N yazılmalıydı. Sorry, bunu yazamamışam. İndi düz oldu. 46-dan 18 çıxdığımız zaman deməli qalır 28 qram. 28 qram orada radikallara görə fərq yaranır. Mən bilirəm ki, mürəkkəb efirin tərkibində karboksil qrupuna birləşən bir karbon atomu var. Gəlin bunu belə götürək. Kütlələri bərabər olmalıdırsa əgər, bunların hər birinin kütləsini mən 60-a bərabər edirəm. Minimum rəqəm 60 çünki uyğun gəlir bunlara. 60-a bərabər edirəm. Yuxarıdan n-i tapıram. N bərabərdir 1. Yəni karbon turşusunun tərkibində bir karbon atomu var. Aşağıdan n bərabərdir 3 olmuş olacaq. Nəticədə əmələ gələn maddə C3, daha doğrusu CH3 CO C3 H7 olmuş olacaq. Yəni burada doğru cavab olacaq propil asetat. Biraz uzun oldu izahı. Həm yazmaq cəhətdən, həm də hesablama cəhətdən biraz uzun oldu. Amma sonda cavab propil asetat alınır. 19-cu sualda nə deyir? Deyir ki, alkin və doymuş mürəkkəb efir verildi bizə. Molekulunda atomların sayı, hidrogen və karbon atomlarının sayını verib. Hər ikisində hidrogen atomlarının sayı A-dır. Alkində karbon atomlarının sayı M, doymuş mürəkkəb efirdə N-dir. Yenə ümumi formullarını yazdığımız zaman görəcək ki, CnH2 alkenlərdədir. CnH2 yəni, mürəkkəb efirində ümumi formulunu yazdığımız zaman
Orada da karbon atomlarının sayını hesablamış olacağıq. Doğru cavab burada yenə N olmuş olacaq. D variantı. Hansı maddə gümüş yüzü reaksiyasına daxil olur? Təbii ki, aldehidlər, qarışqa aldehid daxil olur. Spirtlər daxil olmurlar gümüş yüzü reaksiyasına. Karbon turşularından yalnız qarışqa turşusu gümüş yüzü reaksiyasına daxil olur. Karbohidrogenlər ümumiyyətlə gümüş yüzü reaksiyasına daxil olmur. Sadə efirlər də daxil olmurlar. 1 mol etilen glikolun 2 mol natriumla reaksiyasından alınan üzv maddə molekulunda hidrogen atomlarının sayı. Etilen glikolun natrium ilə 2 mol natrium ilə reaksiyasından alınan üzv maddə molekulunda hidrogen atomlarının sayı 4-ə bərabər olmuş olacaq. Deməli, molekulunda polymer kovalent rabitələrin sayı. Formulunu yazsaq, deməli, burada bizə sirkə turşusu tələb olunur. C3, CH3 daha doğrusu. COH. Burada polymer kovalent rabitələrin sayı 7-yə bərabərdir. Butanın oksidləşməsindən alınır. Yox, butanın oksidləşməsindən. Düzdür, butanın katalitik oksidləşmə, alkanların katalitik oksidləşməsindən alınır. Bu doğrudur. Siniflər arası izomeri var. Bu da doğrudur. Mürəkkəb efirlərlə siniflər arası izomeri əmələ gətirirlər. Anhidrid əmələ gətirir. Sirkə anhidridini əmələ gətirir. Doğrudur. Karbonun kütlə payı 60 bölünsün deməli 24, bu da 40%. Doğrudur. Sinif daxili izomeri varmı? Yoxdur. Doğru cavab Y variantı olmuş olacaq. Molekulunda eyni sayda karbon-hidrogen rabitəsi olan birləşmələri seçin. Etilenin tərkibində karbon-hidrogen rabitələrinin sayı etilenin formulu ümumiyyətlə C2H4 olduğuna görə karbon-hidrogen rabitələrinin sayı da 4-ə bərabər olmuş olacaq. Sirkə turşusunda karbon-hidrogen rabitələrinin sayı 3-ə bərabərdir. Qarışqa turşusunda karbon-hidrogen rabitələrinin sayı 1-ə bərabərdir. Metanda karbon-hidrogen rabitələrinin sayı 4-ə bərabərdir. Eyni sayda dediyinə görə doğru cavab burada etilen və metan olmuş olacaq. Doymuş bir atomlu spirtlərin dördüncü, X doymuş bir atomlu spirtlərin dördüncü nümayəndəsidir. Doymuş bir atomlu Y spirtinin molyar kütləsi X-in molyar kütləsindən 28 qram çoxdur. X və Y molekullarında hidrogen atomlarının cəmini hesablayın. X maddəsini birinci tapaq, görək X hansıdır. Doymuş bir atomlu spirtlərin deməli, dördüncü nümayəndəsi doymuş bir atomlu spirtlərin dördüncü nümayəndəsi olacaq C4H9OH şəklində olmuş olacaq. Bunun kütləsi M-i bərabərdir. Deməli, 48, 58, 16, 74, səhv eləmirəmsə 74. Bir də hesablayaq. 58, 16, 74 doğrudur. Y-in kütləsi isə X-in kütləsindən deməli 28 qram daha çoxdur. Əgər 28 qram daha çoxdursa, onda 74-ün üzərinə 28 gəldiyimiz zaman alınacaq 102 və eyni zamanda Y spirtinin formulunu da bilmirik. Ona görə də formulunu yazanda yazırıq ki, CnH deməli 2n plus 1 OH. OH şəklində yazmış olacaq. 14-dən plus 18 bərabərdir 102. 14-dən bərabərdir 84 eləməlidirmi? Bir dənə də hesablayaq. 84-ə bərabərdir. N bərabərdir 6. Hidrogen atomlarının sayılarının cəmi N6-dır. Y-in tərkibində N6-dırsa, onda N-in yerinə 6 qoyuram mən. N6-da C6 H13 OH şəklində olmuş olacaq. Hidrogen atomlarının cəmi 13, o da 1, 14. 14-ün üzərinə də 10 gəldiyimiz zaman doğru cavab 24 olmuş olacaq. 24-də doğru cavab 24-dür. N-i müəyyən edin deyir. Natrium OH-ın artıq miqdarı ilə reaksiyasından alınan qazın mol sayı 5-dir.
Deməli, reaksiyanı birinci yazaq. Natrium OH-la olan reaksiyasını yazaq. Okay. Buradan alınır CN H2N plus 2 plus deməli natrium 2 CO3 alınmış olacaq. Natrium 2 CO3 alınmış olacaq. Ə, Deməli, bunun 5 artı metal reaksiya almaq lazım olsaydı. 1 mol qaz alınacaq burada və əgər 5 mol alınanda, 5 mol qaz alınanda bizə verilən duzun kütləsi 480 qramdırsa, onda bunun 1 molunun kütləsi 96 qram olmuş olacaq. 96 qram olmuş olacaq. Və mən yazıram ki, 14-dən yenə də 14-dən plus 32, 23 bunu bir dənə tez hesablayaq. 32, 23 və bu da 13 68 alınmış olacaq. Bərabərdir 96-ya. 14 n bərabərdir 28. N bərabərdir deməli 2-yə. N-in qiyməti 2 olmuş olacaq. 25-də doğru cavab 2. X doymuş aldehidlərin 3-cü nümayəndəsidir. Y maddəsi X-in sinflər arası izomeridir. X və Y üçün ümumi olan nədir? Birinci yenə də X-i tapırıq. Doymuş aldehidlərin 3-cü nümayəndəsi isə tərkibində 3 karbon atomu olmalıdır. Yazırıq C2H5CHO və Y əgər X də sinflər arası izomerliyi əmələ gətirirsə, onun da formulu yenə də C2H5CHO şəklində olmuş olacaq. Yadda saxlayaq ki, bu aldehiddir, bu isə ketondur. Hər ikisi CnH2NO formuluna malikdir. Bunu bir dənə fikirləşək. CnH2NO bu doğrudur, 1 doğrudur. 26-da 1 doğrudur. Bir molekulunda birinci karbon atomu sp3 hibrid halındadır. Xeyr, sp2 hibrid halındadır. Gümüş güzgü reaksiyasına əslində birinci karbon atomu sp3 hibrid halında olan keton ola bilər, amma aldehid ola bilməz. Gümüş güzgü reaksiyasına aldehidlər daxil olur, ketonlar daxil olmur. Hidrogenlə reaksiyaya daxil olurlar, aldehidlər hidrogenlə reaksiyaya daxil olub birli spirtləri, ketonlar isə ikili spirtləri əmələ gətirir. Propanol 1-in oksidləşməsindən propanol 1-in oksidləşmə məhsulu deyirsə, onda aldehiddir, keton deyil. Doğru cavab burada 1, 4. Z maddəsinin molekulu üçün uyğunluğu müəyyənləşdirin. CH3, CH2, C3H7OH, yəni propanolon molekul daxili dehidratlaşmasından əmələ gəlir propen, yəni alkin əmələ gəlir. Alkin H-xlorla reaksiyasından ön halogenli birləşməsi əmələ gəlir. Ən sonda isə Wurtz reaksiyası ilə alkil halogenli əmələ gəlir. Alkil halogenidin üzərinə natriumu gəldiyimiz zaman Wurtz reaksiyası baş vermiş olacaq. Sualı aşağı endirək, aşağıdan izah edeyim. Rahat. Okay. Deməli, burada yazaq əmələ gələn birləşmənin formulunu. Əmələ gələn birləşmənin formulu deməli nə olacaq? C3 ən yaxşı səliqəli şəkildə də buradan yazın. CH3 CH2
CH3. Deməli, bizdə əmələ gələn xlor gəlib burada birləşəcək. Xlorun yerinə burada qoyuram. Bu olacaq bizim Y maddəsi. Və Y maddəsinin üzərinə natrium gəldiyimiz zaman bizim bildiyimiz qürs reaksiyası baş verəcək. Nəticədə burada əmələ gələn maddənin formulunu da aşağıdan yazıram. CH3. Burada xlorlar ayrılacaq. Nəticədə eyni alkil radikalı bir-biri ilə birləşəcək. Bu birləşmənin formulu da bu birləşmə də yəni Z maddəsinə uyğundur. Z maddəsinin formulunu da tapdıq. Bizdən də Z maddəsini istəyir. Z maddəsi üçün nə doğrudur? sp3 hibrid halında olan orbitalların sayı burada 6 karbonun hər biri sp3 hibrid halındadır və 24 sp3 hibrid orbitalı var. Hidrogen atomlarının sayı deməli 8. Yəni, burada bir səhv eləmişəm mən. Onu düzəldim. Bu doğrudur daha doğrusu. Burada nəyi səhv yazmışam? Yəni, burada CH olmalıydı. Burada da CH olmalıydı. Burada da CH olmalıydı. Daha sonra hidrogen atomlarının sayı indi düz olacaq. 7, 7, 14 olacaq B variantı. Karbon-karbon sigma rabitələrinin sayı 2, 3, 4, 5 ədəd olmuş olacaq A variantı. 1D, 2B, 3A. Daha sonra situasiya sualı. Okay. Situasiyada bizə nə deyir? Mis sulfat olan qaba müəyyən miqdarda natrium hidroksid məhlulu əlavə olunur. Nəticədə qabda X çöküntüsü əmələ gəlir və həmin bu X çöküntüsünün üzərinə daha sonra etanol, yəni sirkə aldehidi əlavə olunur və əmələ gələn qab qızdırıldığı zaman Y çöküntüsü və Z maddəsi əmələ gəlir. X, Y və Z-in formulunu müəyyənləşdirmək lazımdır. X, Y və Z-in formulunu müəyyənləşdirmək lazımdır deməli. Burada birinci qabda ümumiyyətlə mis sulfatla natrium H reaksiyaya daxil olduğu zaman mis hidroksid və natrium sulfat əmələ gələcək. Mis hidroksidin aldehidlərlə reaksiyasında mis oksid əmələ gələcək. Bir də burada su əmələ gəlir. Mis oksid və su əmələ gələcək. Deməli, X maddəsinin formulu olacaq mis OH 2. Y maddəsinin formulu olacaq mis 2O. Z maddəsinin də formulu olacaq. Bizdən sonda su əmələ gəlir. Deməli, sualın izahı daha aydın olsun deyə reaksiyanı tapıb buraya yerləşdirdim. Deməli, aldehid mis 2 hidroksidlə reaksiyaya daxil olanda karbon turşusu, mis 1 hidroksid və su əmələ gəlir. Bizdə burada əmələ gələn çöküntü baxın, burada X maddəsi bayaq da dediyim kimi mis 2 hidroksiddir. Birinci qabda olan. Burada ikinci əmələ gələn isə mis 1 hidroksiddir. Mis 1 hidroksid tədricən qızdırılır. Mis 1 hidroksid tədricən qızdırılır və mis 1 oksidə çevrilir. Bizdən indi tələb olunan nədir burada? X maddəsini bayaq yazdığımız kimidir. Y maddəsinin yerində deməli bizdə mis 1 oksid olacaq. Yenə də yazaq mis 1 oksid. Bir də ən sonunda su alınmış olacaq. Ən sonunda su alınmış olacaq. X, Y və Z-in formulları bu şəkildədir. Hər iki reaksiyanın tənliyini tərtib edin və əmsallaşdırın dediyi zaman
birinci reaksiya, yəni birinci qabda baş verən reaksiyanın formulu, tənliyi daha doğrusu işarələyirəm burada. Buradan başlayaraq bura kimidir. İkinci qabdakı reaksiyanın tənliyi isə mis bir hidroksidin parçalanmasıdır. Bu birinci qabda, bu birinci reaksiya, bu isə ikinci reaksiyadır. Ən sonda 30-cu sual. X çöküntüsü olan qaba 1 mol etanol əlavə olunanda neçə mol Y çöküntüsü əmələ gələcəyi ilə yuxarıdakı şəkil üzərində bunu izah eləməyə çalışaq. Deməli, X çöküntüsü olan qaba, yəni mis 2 hidroksid olan qaba etanol əlavə 1 mol etanol əlavə olunanda neçə mol Y çöküntüsü əmələ gələr deyirsə, elə 1 mol Y çöküntüsü əmələ gələcək. Doğru cavab burada elə 1 olmuş olacaq. 30-cu sualı doğru cavab 1. Bu qədər sualların izahı ümid edirəm hər birinizə aydın oldu. Qaranlıq qalan məqamlarla bağlı isə mənimlə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar.